Salamlar, vaxtınız xeyir olsun avtoidman verişinin izləyiciləri və avtomobil həvəskarları. Bugün mən Aqil Cəbiyev Ford Club servisinin əməkdaşı olaraq sizlərə avtomobillərdə hərəkətli hissələrdən danışmaq istəyirəm. Hal-hazırda hərəkətli hissələr, yəni periodok kimi adlandırılan hissələr qarşımdadır və onlarla sizinlə tanış etmək istəyirəm ki, ən azından bilməyən sürücülərimiz bilsin ki, bu hərəkətli hissələrin adları nədir və nə işə yarayır. Hal-hazırda əlimdə tutduğum bu ön sırğadır və bu almacıq kimi adlandırılan hissədir. Bu hissə isə həmən almacığa bağlanan nakonechnik kimi adlandırılan, tiyaqa kimi adlandırılan hissədir. Bundan əlavə isə bunlar xırda detallardır deyə bunları ümumi olaraq hamısını göstərirəm sizə bir yerdə və bunlar isə ön stabilizator rezinləri kimi adlandırılan hissədir. Adətən bunların sıradan çıxması nədən olur, onları sizə izah edeyim. Sırğa kimi adlandırılan həmən bu hissə, bu hissədə qoruyucu punik kimi adlandırılan hissəsi var. O cırılır və içərisinə müəyyən su və yaxud da qum daxil olur və nəticədə də sıradan çıxır. Həmçinin bu tiyaqa kimi adlandırılan hissənin də bu hissəsində rezini var. O da rezin sıradan çıxanda bir müddətdən sonra başlayır səs eləməyə. Həmçinin də almacıq. Bunları nəyə görə mən üçün bir yerdə qeyd elədim? Bunlar böyük məbləğə başa gələn bir detal deyil, yəni bunları təmir eləməyə ehtiyac yoxdur. Hərəsinin 20, 25, 10, 15 civarında olan bir qiymətədir. Ona görə bunları qeyd elədim ki, bu detalları böyük məbləğə başa gəlmədiyinə görə dəyişmək daha məqsədə uyğundur, yenisi ilə əvəz eləmək. Bundan əlavə keçəcəm sizə, hal-hazırda göstərirəm sizə qranat, oynaqlı birləşmə. Bu oynaqlı birləşmə də gördüyünüz kimi həmən burada qoruyucu rezin qatla, yəni punik kimi adlandırılan hissə ilə təchiz olunub. Yəni bu da müəyyən müddətdən sonra məlumdur ki, bu rezin daha çox istismar olduğuna görə əyilir, bağlanır hər dəfə avtomobil hərəkətdə olarkən və cırılır. Cırılarkən içərisinə qum, palçıq, su kimi hissələr daxil olur, yağ cisimlər daxil olur və sıradan çıxarır. Yəni qiyməti ucuz deyil, sadəcə olaraq bu ucuz bir hissədir punik. Bunu vaxtında qeydinə qalsanız, dəyişdirsəz, sizin qranatınız da sıradan çıxmayacaq. Qranatın çıxma səbəbi əsas olaraq budur və yaxud da Allah uzaq eləsin, müəyyən bir avtoqəza olsa, o zaman sıradan çıxma ehtimalı var. Bunlar hansılar ki, qoruyucu qatı punik kimi adlandıran hissə ilə təchiz olunan detallardır ki, onları sizə izah vermək istəyirəm ki, yəni vaxtında bunların qaydasına qalsanız, vaxtından tez sıradan çıxmayacaq. Tez-tez sual verilir bizə, ən çox da istifadə olunan hissə əyləc nakladka kimi adlandırılan hissədir, əyləc bəndləri və əyləc diskləri. Əyləc bəndlərdə müəyyən yürüyüş var, o yürüyüşdən bir dəyişilməlidir. Sıradan çıxarkən əyləcləmə zəif olur və yaxud da ki, müəyyən səslər çıxardır sizə və o adətən keyfiyyətsiz əyləc bəndlərindən də olur və yaxud da ki, həmən öz ömrünü başa vurduqda da sizə əlamətini göstərir ki, siz onu dəyişəsiniz. Əyləc bəndlərini dəyişərkən siz fikir verməlisiniz əyləc disklərinə. Əyləc diskləri sıradan çıxanda necə özünü göstərir? Müəyyən sürətlər var ki, o sürətlərdə siz əyləcə basdıqda əsmələr verir. Həmin o əsmələr zamanı isə müşahidə olunur ki, əyləc diskləri sıradan çıxıb. Müəyyən tok karışlarda görüb, yondurub üzərinə də qoymaq olur, amma ən çox məsləhət görülən odur ki, yenisi ilə əvəz eləyəsiniz. Daha uzun ömürlü olan əyləc bəndləri sport əyləc bəndləridir. Üzərində xüsusi dəriklər var. Bu dəriklərin nəticəsində daha çox qızmır və daha tez də sıradan çıxmır. Əyləc bəndlərin qeydinə qalmaq üçün siz əyləc bəndləri avtomobil saxladıqda, uzaq məsafə sürüb saxladıqda çalışın, müəyyən avtoyuma məntəqələrini verdikdə çalışın bunu ən axırda yusunlar. Yəni təkər hissəsini ən axırda su vursunlar. Buna əlavə sizə qeyd etmək istəyirəm amortizator. Amortizator bildiyimiz kimi hər təkərdə bir ədəd amortizator olur, 4 ədəd amortizator olur, 2 ədəd qabaqda, 2 ədəd arxada. Müəyyən amortizatorlar var ki, onlar elektron amortizatorlardır, müəyyən amortizatorlar var ki, onlar yağla işləyən amortizatorlardır. Yağla işləyən amortizatorlar sıradan çıxdıqda onların bu hissəsi var, yuxarı hissəsi buradan yağ axıdır və müşahidə olunur ki, bu amortizator artıq sıradan çıxıb. Sıradan çıxarkən yenisinin əvəz olunması məsləhət görülür, təmiri də mümkündürmü? Bəli, amortizator təmiri ilə məşğul olan məntəqələr də var. Sadəcə olaraq sürücü götür-qoy edir ki, bunun yenisini almaq sərf edir ona, yoxsa təmir etmək. Hansı məqsədə uyğundursa, onu da əvəz edir. Təbii ki, yenisi daha uzun ömürlü olur. Məsləhət ki, yenisi ilə əvəz olunsun. Bəzən olur ki, amortisatoru sökərkən müşahidə edir usta ki, amortisatorun üst yastığı sıradan çıxıb, onu yenisi ilə əvəz edir. Bəzən isə podsebnik kimi adlandırılan hissəsi var. O hissə sıradan çıxanda onu həmən yenisi ilə əvəz edir. Bundan əlavə gələk biz çaşkalara, hal-hazırda göstərdiyim çaşka, yəni avtomobilin qolu deyirlər buna, təkər qolu, təkərdəki olan qoldur, yəni çaşka kimi adlandırılır. Sağ və sol tərəfdə olur, arxada isə 2 ədəd olur, həm qabaqda, həm arxada. Hal-hazırda tutduğum Ford Fusion modelinin çaşkasıdır.
Bu nə ilə təchiz olunur? Bunun üzərində bir böyük razvalini, orta razvalini və şaravoy kimi adlandırılan hissəsidir. Yenə də bunun gəlirik həmin o punik hissəsinə. Punik hissəsi cırılır və sıradan çıxır. Və yaxud da ki, həmin bu rezin hissə, böyük razvalini və kiçik razvalini kimi adlandırılan hissələri sıradan çıxır. Sıradan çıxarkən müəyyən səslər var ki, onları çıxardır. Sadəcə olaraq nə demək istəyirəm, nəyə qeyd etmək istəyirəm? Bunları ayrı-ayrılıqda dəyişmək mümkündür. Ayrı-ayrılıqda dəyişmək mümkündür. Şaravoy hissəsini təmir edirlər müəyyən yerlərdə. Sadəcə olaraq hesablayanda sürücüyə biz məsləhət görürük ki, tək-tək bunları dəyişməkdənsə ümumilikdə bunu bütöv şəkildə dəyişsin. Nəyə görə? Çünki böyük razvalini sıradan çıxıbsa, bunlar hər biri zavoddan eyni vaxtda çıxıb, hər biri də bu çaşkanın üzərinə eyni vaxtda qoyulub. Burada da böyük razvalini sıradan çıxıbsa, müəyyən müddətdən sonra orta razvalini sıradan çıxacaq və yaxud da şaravoy hissəsi sıradan çıxacaq. Məsləhətdir ki, bunlardan hər birində ayrı-ayrılıqda dəyişəndə siz hər dəfə ustaya əlavə xərc verəcəksiniz, hər əlavə vaxt itkisi olacaq. Ona görə də ümumilikdə həm də hesablayanda bunları bir yerdə həmən bütöv olaraq bu çaşkanın qiymətindən də baha qiymətə gəlib çıxır. Həm təmiri, həm belə. Ona görə də bütöv şəkildə dəyişməyin məqsədə uyğundur. Biz adətən öz sürücülərimizə, öz servisimizin əməkdaşlarına, yəni bizim klub üzvlərimizə və yaxud da bizim müştərilərə, sürücülərimizə bunu məsləhət veririk ki, bir yerdə dəyişsinlər. Həm qiyməti münasib çıxır, həm də keyfiyyəti. Ondan əlavə sizə göstərmək istəyirəm, hal-hazırda həm də göstərdiyim bu detal stupsiya kimi ön təkər topudur. Hər təkərdə bir ədəd olur, 2 ədəd arxada, 2 ədəd isə qabaqda. Bu da sıradan çıxanda müəyyən səslər var ki, onları çıxardır və müşahidə edirsən, bəzən təkər səsi ilə qarışdırırlar. Bəzən olur ki, bunun səsini elə bilirlər ki, stupsiyanın səsidir. Biz yaxınlaşır, görürük ki, təkərin özünün protektorlarında problem var. Təkərlərin yerini dəyişirik və səs aradan qalxır. Təkərin özündə problem olur. Yəni, sadəcə olaraq bu səsi müşahidə eləmək, müayinə eləmək üçün sürülür, yoxlanılır. Sürücü bizim servisin ustası tərəfindən. Ondan sonra isə biz təkərləri çıxardıb yenidən yoxlayırıq və qərar verir hansı təkərin stupsiyasıdırsa həmən təkərin də topunu dəyişirik. Yəni, sürücü ilə desə bu stupsiya adlandırılır. Hansı təkərin topudursa həmən təkərin də topunu dəyişirik. Bəzən olur ki, bunun elektron problemi də olur. Bunun bu hissəsində gördüyünüz maqnit hissədir. Bu maqnit hissədə saymağında problem olur və ABS problemi kimi problemlər çıxardır ortaya. Bu da istisna hal təşkil edir. Amma belə bir problemlərlə də üzləşmişik, qarşılaşmışıq. Və sonda mən sizə qeyd etmək istəyirəm ki, avtomobildə ən tez sıradan çıxan hissələr elə hərəkətli hissələrdir. Yəni digər hissələrə nisbətən. Çünki bunlar daha çox istismara məruz qalır, daha çox hərəkətli olur. Ona görə də bunlar daha tez sıradan çıxır. Vaxtında qeydinə qalmalısınız. Müəyyən səslər var ki, onlar çıxdıqda öz servisinizlə yaxınlaşmalısınız ki, ustanız müşahidə eləsin ki, bu hansı səsdir və hansı detalın əlamətidir. Çünki bu detallar bir-birinə zəncirvar şəkildə bağlıdır. Bir detal sıradan çıxdıqda, o bir detala da sıradan çıxmanı daha tezləşdirir. Düşünürəm, bu verdiyimiz məlumatlar sizin üçün faydalı oldu. Ünvanımız NZS qəsəbəsi, Ford Klub Servis, Xəzər TV-nin yanı.